Hər kəsə salamlar. Bu dəfə Ceyhunla birlikdə çox fərqli məhsullar tanıyacağıq. Bir neçə gündür bir çox marketlərdə özüm üçün Bursel kələmi axtarırdım, lakin bu məhsulu satan mağazalarda tapa bilmirdim. Bir çoxlarımızın da bildiyi Favorit Premium marketdən həmin kələmi tapa bildim. Kilosu təxminən 50 manata yaxın idi. Bu marketi çox insan adını eşitsə də içində olan məhsullardan bir çoxlarımız xəbərsizik. Elə buna görə də sizin üçün qısa bir video hazırlamaq qərarına gəldim. Siz burada eksotik və tropik meyvələr, həmçinin gilas və alça belə tapa bilərsiniz. Mağazada demək olar ki, Avropa və Türkiyə istehsalı olan bir çox başqa məhsullar da var. Düşünün, bu marketə mən bir məhsul almağa getməyimə baxmayaraq, təxminən 1 saat içində gəzməli oldum. Marketin içində həm maraqlı, həm də özümün belə görmədiyi məhsullar var idi. Əgər videoda göstərilən məhsulların hər hansı birini axtarırsınızsa, bu marketdən asanlıqla ala bilərsiniz. Bakıda isə belə marketlərin olması çox yaxşıdır. Videonu bəyəndinizsə, dostlarınızla da paylaşmağı xahiş edərdim.